Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cəmil Həsənlinin şahid qismində dindirilməsi üçün DTX-ya çağırıldığı məlum olub. Bugün Milli Şuranın sədri sabiq deputat Cəmil Həsənli həyat yoldaşı ilə birgə Azərbaycandan qaçmaq istəyib. Cəmil Həsənli bildirib ki, o bugün qızının ailəvi tədbiri ilə bağlı həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş, lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib. Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib. Dünən Milli Şuranın üzvü AXCP sədri Əlli Kərimli və AXCP rəissiyyət heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb. Daha sonra onlar DTX-da dindirilirlər. Məlumata görə proses Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır. Digər məlumata görə dünən axşam saatlarında Milli Şuranın daha bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə aparılıb. Onların təbrinci rəisi gözləyirik. Türkiyədə 2 illik oturumun olmasına baxmayaraq, eyni zamanda Azərbaycan vətəndaşı olaraq